Milli Parkı Bakı şəhərindən 210 km məsafədə Lənkəran, Masallı və Neftçala rayonlarının ərazisində yerləşir. Milli Parkın ərazisində əsasən su bataqlıq, yarım səhra və çəmənlik bitkiləri daha çox yayılıb. Burada rast gəlinən heyvan növlərindən isə su bataqlıq quşları, çöl donuzu və digər heyvanlara rast gəlmək mümkündür. Park həm təbii sərvətlərinin qorunması, həm də ekoturizmin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Qızılağac Milli Parkı eyni zamanda Ramsar Konvensiyası ilə beynəlxalq əhəmiyyətli su bataqlıq sahəsi kimi qeydiyyata alınmış ərazilər sırasına daxildir. Milli Parkda 270 növ quş, 47 növ balıq və müxtəlif məməli heyvanlar yaşayır. Ərazidə rast gəlinən bəzi nadir və nəsli kəsilməkdə olan quşlar sırasında mərməri ördək, ağqaş qaz, gürzə, qımışlıq pişiyi, çöl donuzu və canavar kimi növlər yer alır. Parkın bitki örtüyü də diqqətə layiqdir. Burada Xəzər şana gülləsi, ağ suzan bağı, qamış, ciyən, yovşan və bir çox başqa nadir bitki növlərinə rast gəlinir. Qızılağac Milli Parkında həmçinin 4 az yayılan, 3 Qafqaz endemiki və 1 Azərbaycan endemiki bitki növü qorunur. Ekoturizmin inkişafı məqsədi ilə turistlər və yerli sakinlər üçün quş müşahidə zonaları, bələdçi xidmətləri və məlumatlandırma güşələri yaradılıb. Ən çox ziyarət edilən dövrlər isə yaz və payız mövsümlərinə təsadüf edir. Bu zaman minlərlə köçəri quşlar burada məskunlaşır.